İrəvan və Aşqabad Türkmən qazının İran vasitəsilə Ermənistana çatdırılması üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb. Türkmənistan qazının Ermənistana swap sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmirlər. Ermənistan Türkmən qazını hələ 2017-ci ildə Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi. Ancaq bu məsələ İranla tranzit haqqı ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb. Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə İranla tranzit məsələsi artıq həll edilib. İndi qiymət məsələsi müzakirə mövzusudur. Əslində Paşinyan hökuməti elə Sarkisyanın vaxtı ilə problem yaşadığı yerdə ilişib. İrana bu cür tranzit sərf etsə də istədiyi məbləği ala bilmir. Rəsmi Tehran hər dəfə bu məsələ gündəmə gələndə kifayət qədər yüksək məbləğ tələb edir. İrəvan isə bunu ödəmək istəmir. Nikol Paşinyanın isə buna rəğmən anidən Türkmən qazı sevdasına düşməsi ciddi sual doğurur. Əslində gözlənilən o idi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra İrəvan təbii qazı Bakıdan alsın. Ancaq Ermənistanda bununla bağlı ciddi narazılıqlar var idi. İrəvanda belə düşünürlər ki, bu ölkənin Azərbaycandan asıllılığını gücləndirəcək. Buna görə də Paşinyan Sarkisyanın komada olan planını yenidən dirçəltməyə çalışır. Amma istənilən halda Paşinyanın bu istəyinin reallaşmasında ciddi əngəllər var. Ermənistan hökuməti düşünür ki, İran və Gürcüstan ərazisini tranzit kimi istifadə etməklə Qara dəniz istiqamətindən Avropaya qaz nəql edə bilər. Bu isə prosesdə iştirak edən ölkələrə problem yaradır. Birinci növbədə İrəvanın təklif etdiyi marşrut xeyli uzundur. İran tranzit ölkə kimi kifayət qədər yüksək məbləğ tələb edir. İkinci bir məsələ İranın bu marşrut üçün nə qədər təhlükəsiz ərazi olmasıdır. Nüvə məsələsinə görə son zamanlar Tehranın qərb ölkələri ilə münasibətlərinin gərginləşməsini nəzərə alsaq, Avropanın öz enerji təhlükəsizliyində İranın iştirakına icazə verəcəyi inandırıcı deyil. Ermənistanın niyyəti açıq şəkildə Bakı ilə Aşqabad arasında 2021-ci ildə əldə edilən razılaşmanı pozmaqdır. Həmən razılaşmaya əsasən Türkmən qazını Avropaya Azərbaycan nəql etməli idi. Lakin 2024-cü ildə qiymət məsələsində anlaşılmazlıq yarandı. Rəsmi Bakının prosesə tez bir zamanda mane olub təşəbbüsə ələ almaq imkanı kifayət qədər yüksəkdir. Nəzərə alaq ki, Azərbaycanın təbii qazı nəql etmək üçün infrastrukturu var. Rəsmi Bakı qısa zamanda işi başlaya bilər. Həmçinin Azərbaycanın təklif etdiyi marşrut daha təhlükəsiz və etibarlı olduğundan Avropa üçün daha cəlbedici görünür. Daha bir önəmli məqam isə ölkəmizin tranzit xəttində aparıcı rol oynayacaq Gürcüstanın özündə təbii qaz məsələsində hakim mövqeyə malik olmasıdır. Bakı və Tiflis arasında bu məsələ ilə bağlı təmaslar İrəvanın arzusunu ürəyində qoya bilər. Uzun sözün qısası, Paşinyan yenidən ölkəsinə xəyal qırıqlığı yaşatmaq istəyir. Onun da qaz sevdasının sələfi Sarkisyanda olduğu kimi Qara dənizin qara sularına qərq olacağı gözləniləndir.